Məsələ təsiyə, yəni 9-cu məsələ əl-bey'u bit-taqsid. Yəni hissəli ödəniş. Hissə ödəyir. Bizdə çox vaxt kredit deyilir onu, yəni kreditlə almaq. Amma kredit ola bilsin orada bank məsələsi olsun, riba olsun deyənə. Ona görə biz onu deyirik hissəli. Yəni hissə ödəyirsən. Hissə ödəyirsən. Bu çox yayılıb. Ona görə bu barədə bilməyimiz lazımdır. Şərtləri nədir və s. Bu məsələni bilməliyik. Yəni hissəli yəni ödəyəndə, yəni krediti alanda necə deyirlər, o necə olur, şərtləri nədir? Və burada müəlliflər rahimehullah buyururlar ki, "Huve bey'u sile ile ecel muhaddad yuqassatu fihi thamanu aqsatan mutaaddide. Kullu qistin lahu ecel ma'lum yedfa'u'l müşteri." Yəni bu halda nədir bu hissəli ödənişlə alqı-satqı və ya kreditlə? Deməli bir mal insan alır onu, onun qiyməti nə olur? Bölünür hissələrə, məlum olan hissələrə. Məsələn, alır, deyir 12 hissə ilə onu ödəyəcəm. Yəni, bir il ərzində hər ay, məsələn, bu qədər məbləğ ödəyəcəm. Tamam. Məsələn, 120 manatadır mal. Deyir ki, hər ay 10 manat ödəyəcəm. Aydındır, hissəli ödəniş. Ona görə burada şərt nədir? Birinci, əcəl muhaddəd. Birinci, vaxt bilinməlidir. Yaxşı, nə qədər sən ödəyəcək? Məsələn, 1 il. Və həmçinin nə bilinməlidir? Hər hissə nə qədər olacaq? Hər hissə nə qədər olacaq? Kullu qislə və əcəl ma'lum yedfa'u'l müşteri. Və şərt deyil ki, eyni hissələr olsun. Bu da mühümdür. Şərt deyil ki, məsələn, tutaq ki, 120 manatsa hər ay 10 manat olsun. Ola bilsin, məsələn, birinci ay olsun, tutaq ki, 60 manat, o bursa aylar 5-5 manat olsun. Fərqi yoxdur. Artıq o, alqı-satqıdan qabaq razılaşmalıdır. Şərt nədir? Alqı-satqıdan qabaq razılaşmalıdır. Misaluhu an takuna indel ba'i seyyara. Qiymətuhu naqdan 40.000 riyal. Misal çəkirlər. Deyir, məsələn, insan maşın satır. Deyir ki, qiyməti onun nəqd 40.000 manatdır. Nəqd 40.000 manat sataraq. Və müəccələ 60.000 riyal. Amma deyir ki, nisyə olsa 60.000 manatı satacaq. Fikir verin, nisyə qiyməti və nəqd qiyməti fərqlənir. Bu təbiidir. Burada riba yoxdur. Əgər sən onu nisyə bir qiymət deyirsən və nəqd bir qiymət deyirsən, bu təbiidir. Burada riba yoxdur. Aydındır. Ona görə kim deyir ki, bu ribadır, bu əslində demək ki, cümhur, əksər alimlərə müxalifdir. Bəzilə düz deyiblər ona, lakin əksər alimlər onu belə başa düşürlər. O sayılmır riba. فيتفق مع المشتري على أن يسدده المبلغ على 12 قسطا يدفع في نهاية كل شهر 5.000 riyal. Məsələn, dediyimiz kimi razılaşır ki, mən onu məsələn 12 ay ərzində bu maşını pulunu ödəyəcəm sənə, alırıq 60.000 manata, hər ay nə qədər çıxır? 5.000 manat. Hər ay məsələn 5 manat, 5.000 ödəyəcəm. Beləliklə, ilin axırında bütün məbləği sənə ödəyəcəm və bu maşının tam məbləğini sənə ödəyəcəm. İndi burada məsələlər var. Deməli, bu barədə danışmalı biraz. Birincisi, gördünüz ki, bu təbiidir ki, qiymət nəqddən deməli, nisyə fərqlənir. Nisyə fərqlənir. İndi müəlliflər nə deyirlər burada? Deyir ki, hukmu cavaz. Bunun hökmü nədir? İcazəlidir. Niyə görə? Dəlil nədir? An Ayşətə radiyallahu anhə qalət. Ayşə radiyallahu anh rivayət edir ki, İştərə Rasulullah sallallahu aleyhi ve sellem min yəhudiyyin ta'aman bi nəsiyə. Ey bil əcəl. وَرَهَنَهُ دِرْعًا لَهُ مِنْ حَدِيدٍ. Çünki hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hətta Yahudidən almışdı yeməyi nisyə. Nisyə. Yəni dərhal pulunu ödəmədi. Və onun müqabilində nə verdi? Girov verdi. Onun müqabilində dəmirdən olan zirək. İndi görürsünüz, burada biz nə görürük? Həmçin girov məsələsində toxunacaq. Deməli, Peyğəmbər sallallahu aleyhi ve sellem nisyə aldı və həmçin girov verdi. Girov qoydu. Aydındır. Deməli, burada nə görürük biz? Hədiyyət tariqə fiyə fəidə. Yaxşı. Nəyə görə bu alqı-satqı, yəni nəyə lazımdır insanlara? Gəlsin, nəqd alsın da, məsələn. Lakin deyir, burada fayda var. Burada faydalanırlar. Həm alıcı, həm satıcı. Likullu minəl bəli və müştəri. Fəinnəl bəiə yəzidu fi məbiatihi. O ki, qaldı satıcı. Satıcı necə faydalanır? O malı daha bağa satır. Məsələn, belə desə 40.000 manat idisə, nəqd? Deyir ki, 40.000 manatın yerində mən 60.000 manat satıram. Yəni, daha bağa satır, o baxımdan faydalanır. Tamam.
və yuaddid min əsalibi fi təsviq bid'ati. Həmçinin bu onu asanlaşdırır satmağa. Çox adamın məsələn nəqd pulu yoxdur ödəmək. Amma nisiyə olsa gəlib alacaqlar. Kreditə olsa gəlib alacaqlar. Fəyəbi'u naqdan və taqsitan. Ona görə onu həm nəqd qoyursa bazara və həm nisiyə qoyursa, elə bil ki, alıcıların sayı çoxalır. O asanlaşdırır onun üçün malını satmağa. Tamam? Və yəstəfidu fi hali ət-təqsid min ziyadət thəmən muqabil əcəl. Və dediyimiz kimi, əgər nisiyə satırsa, üstəlik faydalanır, çünki daha baha satır. Kəmə ənəl müştəri yəhsulu alə sil'əti və illəm təkun indəhu qiymətühə və yusaddidu thəmənəhə fīmə bə'du əqsatan. O ki, qaldı alıcı bəs necə faydalanır? Alıcı faydalanır, çünki pulu yoxdur nəqd verməyə, lakin məsələn maaşı var. Bilir ki, maaşı əsasən hər ay rahat onu tutaq ki, ödəyə biləcək 5.000 manat. Məsələn. Amma belə 40.000 manat çıxarda verə bilmir. Ona görə onu sərf edir. Hətta bağa alsa da yavaş-yavaş ödəsin və belə halda malı, həmin maşını məsələn ala bilər. Ona görə görürsünüz, bu məsələdə hər iki tərəfə fayda var. Ribadan fərqli olaraq. Sələmçilikdən. Sələmçilikdə belə deyil. Sələmçilikdə onlar da deyirlər ki, hə, biz satırıq sizə malı, sənin pulun yoxdur, sənə kreditə pul verir. Birincisi sən pul satırsan. İkincisi, hətta maşını alanda bank, riba bankı olanda, riba bankı vasitəsilə maşını alanda, çox vaxt birincisi bank özü maşını almır, sənə vermir. Bank sənə pul verir. Deyirəm, maşını neçə istəyir? Məsələn, tutaq ki, 50.000 manat. 50.000 manat mən 5% ilə, məsələn, ya aya verirəm sənə. Yəni, o pulu satır sənə. Bu bir. İkincisidir ki, bank heç bir məsuliyyət daşımır. O deyir ki, maşının sabah xarab çıxdı, nə oldu? O deyir, mənlik deyil, mən sənə pulu satdım. Aydındır. Ona görə bu, hamısı, görürsünüz, burada ancaq bir tərəf faydalanır. O bir tərəf nəsə problem olsa, alıcı ziyan çəkəcək. Bu tərəfdən isə yox. Ona görə burada şərtlər var. Riba olmasın deyənə şərtlər deyir ki, şurutu sihhəti bəy təqsid. Deməli, burada şərtlər var, bu hissəli, ya kreditə alğı-satqıda şərtlər, mühüm şərtlər var. Nədir o? Yuştaratu li sihhəti bəy təqsid idafətən ilə şurut əl-bəy mütəqədim məyəli. Deməli, əlavə şərtlər, düzdür, biz alğı-satqının ümumi şərtlərdən danışmışıq. Bu şərtlər burada tətbiq olunur və həmçə əlavə şərtlər var. Əlavə şərtlər. Nədir bu əlavə şərtlər? Birincisi, ən təkuna əs-sil'atu bihəvzətil bə'i və təxtə təsərrufihi indəl aqd fələ yəcuzu ləhumə. Deməli, birinci nədir? Ən təkun sil'bi, yəni bu, sən tutaq ki, maşını satmaq istəyirsən, bu maşın səndə olmalıdır. Sən bu maşının sahibi olmalısın. Və fikir verin, burada müəlliflər nə deyir ki, deyirin, sən sahibi olmalısan, həm sənin əlin altında olmalıdır. Bu nədir? Bu mühüm məsələlərdəndir. Fələ yəcuzu ləhumə ittifaq alə thəməlihə və təhdid məvaidi sədəd və əqsad. Yəni, olmaz razılaşmaq alğı-satqın, mal səndə yoxdur. Thumma ba'da zalika yəştərihə el-bə'i və yüsəllimuhu lil-müştəri. Fə innə hədə muharram. Yəni, nə olmaz? Məsələn, səndə o mal yoxdur. Sən bilirsən o maşını ardından alacaqsan. Bilirsən ki, tutaq ki, maşının salonda var. Və deyirsən ki, qardaş, mən sənə satırım o maşını. Hələ ki, o maşın səndə yoxdur. Mənə ver, deməli, 60 min, bey ver. Hətta bey, olmaz götürmək. Bey ver, mən gedeyim o maşını alım və gətirim sənə satım. Fərqi yoxdursa, onu bəyan edirsə onu, ya onu gizlədirsən. Yəni, bəyan edirsən ki, maşın səndə yoxdur və ya gizlədirsən, alladırsan ki, maşın məndə var. Bu halda iki halda olmaz. Niyə görə? Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Lə təbi mə leysə indək." Səndə olmayan şey satma. Burada da fikir verin Peyğəmbər sallallahu əleyhi və səlləm necə deyir? Səndə olmayan şeyi satma. Demədi, sən sahibi olmayan. Çünki ola bilsin, sən bir şeyin sahibi olasan, lakin səndə hələ ki olmasın. Aydındır. Necə olur o? Məsələn, sən razılaşırsan, tutaq ki, Çinlə danışırsan, hansı o maşını, hansı Yaponiya, o maşını, zavodla danışırsan, mən o zavoda maşını alırım sənə. Razılaşdıq. Pulu köçür mənə. Pulu köçürtdün, artıq maşın, aldın o maşını. Lakin maşın gəlib səninlə çatmadı. Hətta bu halda satma olmaz. Nəyə görə? Çünki başqa hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm bunu bəyan edir nəyə görə? Buna deyirlər bey-ud daman.
Çünki şəriətdə həmişə alqı-satqı məsələsində, müamilələrdə həmişə şəriət baxır ki, mal gərək kiminsə zəmanətin altında qalsın. Ya alıcının, ya satıcının. Yəni, göydə mal qala bilməz. Niyə görə bu zəmanət məsələsi mühümdür? Çünki sabah malda nəsə problem olanda alıcı deyə müraciət edə bilər. Ki, məsələn, bu malda belə problem var, bu malı ya dəyişdir, ya malı şey eləsin. Lakin sən tutaq ki, fikir ver, sən məsələn o malı özün Çindən o maşını pul köçürtdün, aldın o maşını, düzdür. Hətta olub üçün sənə orada yazdı ki, məsələn, sənin adı vardır, çex pasport, nəsə çıxdı, məsələn. Lakin, burada sual yaranır. Sabah bu malla nəsə olsa, kim məsuliyyət daşıyacaq? Sən daşıyacaqsan, yox. Sən gəlib o zavoda deyirsən, çünki mal elə gəlib əlövə gəlmədi. Hətta alsan da. Aydındır. Ona görə şəriət sənə məcbur edir ki, bir şey satırsansa, o gərək sənin məsuliyyət altında olsun. Sənin zəmanətin üstündə olsun. Aydındır. Kifayət deyilsə onun sahibi olasan. Aldın o malı, çox gözəl. Malı təslim olunsun sənə. Artıq sənin məsuliyyətin altına girsin ki, mən səndən o malı alıram. Mən sabah bir problem olanda sən mən deyirsən, mənlik deyil deyən Çin zavoda daxil, onlardadır, mal heç məndə deyil. Məsələn, tutaq ki, getdim mal, dənizdə batdı gəmi, maşın da orada batdı. Mən sənə televizyon deyirsən, mənlik deyil. Çinlər mənə gəlmir. Necə sən mənə satırsan, deyirsən, mənlik deyil. Deməli, sən onun tam sahibi deyildin. Aydındır. Ona görə şəriət ona baxır. Mütləq bu zəmanət, kim satır, zəmanət onda olmalıdır. Kifayət deyil, o onun alıb. Yox. Qoy sənin zəmanətin və sənin mülkünə tam keçsin. Aydındır. Ona görə o mal, ona görə burada qeyd ediblər. Deyir ki, bir havuz, buna deyir havuz. Yəni sənin elə bil ki, əlinin altında olur. O da düzdür, fərqlənir. O maldan mala, satqıdan satqıya fərqlənir. Məsələn, tutaq ki, maşındırsa, maşın fiziki gəlməlidir. Ya sənin qaraj var, ya sənin salon var, hər hansı. Deyir, hə, bu maşın gəldi. Məsələn, əgər torpaq alqı-satqısı, aydın ki, torpaq tərpənmir. Torpağın, məsələn, tam mülkə keçməyi nədir? Sənədləşməkdir. Evdirsə, açardır. Məsələn, açarlardır. Həm sənədləşmə, həm açar. Bu şeylər alınmaz. Yəni, o, alqı-satqıdan fərqli olaraq dəyişir. Lakin ümumiyyətlə insanlar başa düşürlər. Nə vaxt insan tam bu malın sahibidir, ya yox. Aydındır. Ona görə bu tam olmalısan onun sahibidir. Tam onun sahibi oldu, sonra sat neçə istəyirsən, nəqd və ya nisiyə. Tamam. Sonra bu birinci şərt. Biz gördük, deməli, tam sənin mülkiyyətin olmalıdır və sənin əlinin altında olmalıdır. Sən onun məsuliyyətini daşımalısan. Sənin zəmanətin altında olmalıdır. İkinci şərt, لا يجوز إلزام المشتري عند العقد أو فيما بعد بدفع مبلغ زائد على ما اتفق عليه عند العقد في حال تأخره عن دفع الأقساط لأن ذلك ربا محرما. Riba muharramun. Deməli, ikinci şərt nədir? Bu qiymətə ki, biz sənə razılaşdıq. Məsələn, bu maşına 60 bin manata razılaşmışıq. Baxın, indi burada görəcəksiniz fərq qadağan olunan riba kreditə satışla və halalla. Çox bank, riba bankından işləyəndə nə edirlər? Ola deyirlər ki, hər gecikəndə, məsələn, geciksən, bir də onun faizi, nə bilim, nəsə 5% verəcəksən. Yəni, nəticə etibarı nə olur? Qiymət stabil olmur. Yəni, sən onu nəticə etibarı 60 bin almayacaqsan. O qalxacaq. Aydındır. Və yaxud da bəzi banklar nə edə bilir? Deyir ki, tez gəlib ödəsən, qiyməti salacaq sənəcə aşağı. Aydındır. Deyir ki, məsələn, tez ödə, o faiz olmayacaq. Çünki hər ayın öz faizi var. Tez ödəsən, qiymət düşəcək, gecikdirsən, qiymət qalxacaq. Bu da qadağandır. Qalxmaq ribadır. Niyə görə, kimsə deyə bilər, qalxmaq niyə görə qadağandır? Çünki qalxmaq ribadır, ribanın növləridir, sələmçilikdir. Və əslində, belə baxarsa, cahillik ribasıdır. Çünki ərəblərdə, Peyğəmbər sallallahu əleyhi və səlləmdən öncə, onlarda o var idi. Məsələn, verirdi ona, malı satırdı borca, ya pulu götürürdü borca, ya borc eləsə. Sonra gəlirdi, deyirdi ki, məsələn, ödəyə bilmirəm. Neyniyim? Deyirdi, ödəyə bilmirsən, mən sənə möhlət verirəm, amma qiymət artacaq. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm riba qadağan edən necə həcc xutbəsində, həcdə deyir, birinci ribanı mən Abdülmuttalibin ribasını qadağan edirəm. Hətta yəni öz qohumları, yəni kim eləyib, onu qadağan edirəm. Bu cahillik ribasıdır. Aydındır? Ona görə sənə o ki satırlar, banklar deyirlər ki, gecikdirsən, sənə qalxacaq. Bu ribadır.
Bu ribadır. Yaxşı, azaldmaq niyə görə olmaz? Azaldmaq niyə görə olmaz? Məsələn, mən gəlib tez ödəyirəm, pulu azald. Bu məsələ bunda deyilir də və təəccəl. Yəni, bəzi hallarda o olar. Necə olar? Əgər qabaqca şərtləşməmişik. Aydındır. Məsələn, şərtləşməmişik, gəlib mənə tez pul ödəsən, mən onu az qiymətə verəm. Yox, o ümumiyyətlə borca aiddir. Ona deyilir də və təəccəl. Yəni, borc, məsələn, kiminsə borcu var. Mən, məsələn, bir ildən sonra sənə 10.000 dollar qaytarmalıyım. Mən də sənə deyirəm ki, qardaş, gəl sənə bugün 9.000 verim, bağlayaq bu söhbəti. Yəni, sən bir il gözləməliydin, düzdür. Mən sənə bugün 9.000 verə bilərəm. Gəl bu söhbəti bağlayaq. Səhih odur ki, o olar. Necə İbn Qayyim rahimehullah buyurur. Onu deyilir də və təəccəl. Yəni, ver və tələs. Qutaraq bu məsələdir. Lakin şərtlərdən nədir? Qabaqcadan şərt olmamalıdır. Qabaqcadan demək ki, mən sənə gəlsəm, tez versəm, qutararıq. Onu olmaz. Nəyə görə? Çünki belə halda qiymət naməlum olur. Və biz yadınızdadırsa, o alğı-satqın şərtlərdən danışmışıq. Həm qiymət məlum olmalıdır, həm mal məlum olmalıdır. Nə alırsan, o məlum olmalıdır və həmçə qiymət də məlum olmalıdır. Amma bu halda məlum olmur. Qiymət həmişə oynayır. Aydındır. Bir qiymətə razılaşdıq biz sənin. Sonra artıq borclu kimi sən gəlib mənə xahiş edə bilərsən, o da mən baxaram. İstəsəm razılaşaram, istəsəm razılaşmaram. Aydındır. O bunu eləmək olar. Tamam. Üçüncü şərt. Yahrumu aləl-müştəri əl-məli əl-mumatili fi sədədi məhəllə minəl-əqsad. Bu barədə çox vaxt soruşurlar. Məsələn, deyir ki, axı mən onu satdım kreditə. O da məsələn mənə pul ödəmir vaxtında. Ona görə deyir ki, biz 10% qoyuluq. Onlar belə bəraət qazandırırlar özlərinə. Birincisi, buna bəraət yoxdur. Çünki bu ribadır, qadağandır. İkincisi isə başa düşmək lazımdır ki, o alıcı neyinir? Günah daşıyır. Xüsusən imkanı varsa. İmkanı var ödəməmək, o düşür həmin hədisə. Deməli, imkanı olan adamın deməli, borcu qaytarmamaq. O böyük günahlardandır. Aydındır. Ona görə onu qadağandır bunu eləmək. Sonra indi yaxşı. Dördüncü məsələ nədir? Dördüncü şərt. Lə haqqə lil-bə'i fil-ihtifaz bi-mulkiyyəti əl-məbi' ba'dəl-bəy. Deməli, sən o malı satmısansa, sənin ixtiyarın yoxdur. O malı ona verməmək. Məsələn, maşını satmısan, deyəcək ki, mən o malı sənə vermirəm. Mənim pulumu hamısını qaytar, sonra mən sənə verəcəm. ولكن يجوز له أن يشترط على المشتري رهن المبيع عنده لضمان حقه في استيفاء الأقساط المؤجلة. Lakin yaxşı, burada o həmin məsələlər çıxır. Mən onu alıram, satıram. Bəs mən nə bilim, mənim pulumu bəlkə qaytarmadı. Necə eləyim? Necə əmin olum ki, mənim pulumu qaytaracaq? Yəni burada həm iki məsələ var. Həm o ödənişlər eləyəcək və həm ümumiyyətlə qaytaracaq. Bəlkə heç qaytarmadı. Necə mən onu nəzarət eləyim? Həm ödənişlər eləsin, həm məni aldatmasın. Bunun həlli nədir? Bunun həllərdə, yəni həlli olan hədisdə də o gəlib, girov məsələsidir. Necə ki biz gördük, Peyğəmbər sallallahu nədir? Aldı və girov qoydu. Girov. Yəni sən o maşını alırsan və nəsə girov qoyursun. Və həmçinin, necə müəlliflər buyurur, həmin maşını girov qoya bilərsən. Aydındır. Həmin maşını girov qoyursansa nə deməkdir o? O deməkdir ki, artıq girov nədir? Yəni, girov barədə biz danışacağıq daha ətraflı. Lakin ümumiyyətlə aydındır ki, girovu satmaq olmaz. O baxımdan o malı sata bilməz. Aydın, mən sən maşını almışam, 60. Düzdür, mən onun sahibiyəm. Mən onu sürü, har istəyirəm. Sən mənə deyə bilmərsən, ora getmə, bura gəlmə və s. məsələn. Maşın mənimdir. Lakin sata bilmərəm onu. Çünki o girovun altındadır. Bu da bizdə leasing deyirlər. Leasing eləyəndə belə eləyirlər. Həmin o maşını sallar girova. O əslində düzdür. Şəriət baxımında o belə olmağı problem deyil. Aydın, həmin maşın qalır girovda. Bizdə girov da nədir? Girov nə üçündür? Sabah mən ödəyə bilməsəm, biz bu maşını nə edirik? Elə belə götürüb özümə yox. Girov belə deyil. Biz o maşını götürüb satırıq bazarda. Tutaq ki, sən mən 20.000 ödədin, 20.000 qaldı. Məsələn, biz o maşını satacağıq. Maşın məsələn satıldı 30.000-ə, mən öz 20.000 götürürəm, 10.000 sənə qaytarmalıyım. Aydındır? Çünki mən o girovdur. Mən öz pulumdan çox götürə bilmərəm. Əksinə az qiymətə satdıqsa, məsələn 10.000-ə satdıq. 10.000 mən götürüb, yenə də sən mən 10.000-i qalırsan borcda. Aydındır? Bu məsələdir. Ona görə bu şeylər olsa, onda belə kreditə satmaq olar. Həmçinin əlavə də eləmək istəyərdim. Burada müəlliflər toxunmadı. Məsələn, bey məsələsi.
Bey məsələsi. Çox vaxt götürürlər, deyirlər ki, məsələn, sən ver mənə bey, mən sonra gedim alım. Mən bey verməsən, mən o malı alıb sənə satmayacağam. Mən nə bilim, sən mənə indi deyəcəksən, al o maşını, mən səndən alıram. Mən getdim, o 40 min məsələn verdim, sən də sabah fikrimi dəyişdirdin. Düzdür? Belə problemlər olur. Lakin bey götürmək olmaz. Niyə görə? Çünki sən o malın sahibi deyilsən. Biz dedik. Düzdür? Həlli nədir? Həlli nədir? Həll, necə Şeyh İslam İbn Qayyim buyurur və deyir alimlər, sən o malı, bu məsələn salondan, sən ala bilərsən qaytarmaq haqqı ilə. Yadınızdadır, biz ixtiyarlardan danışırdıq. Cürbət ixtiyarlardan. Dedik ki, ixtiyar həmçinin xiyar o şart, yəni şərt qoyursan ki, mən o malı ver, məsələn, bir həftəlik. Mən onu deməli, xoşuma gəlməsə qaytaracağam. Sən həmin şərtlə o maşını ala bilərsən. Deyirsən ki, salona ki, ver mənə bir həftəlik. Bir həftə mən onu olsa qaytar. Yox, bir həftə gəlmədimsə mal mənimdir. Və həmin o malı belə al, sonra gəl bu o buru müştəriyə, öz müştərivə təqdim elə. Deyirəm, qardaş, bu mal məndədir. Ver indi mənə pulu. Aldısa, elhamdülillah. Almadısa, sən uduzmursan, gəlib onu qaytara bilərsən. Ona görə həmçinin bir məsələlərdən var, ona deyilir va'dun bişşira. Va'd bişşira nədir? Yəni söz verirsən ki, alacağam. Söz verirsən, bey qoymursan, söz verirsən. Deyirsən, qardaş, arxan ol, get, al. Mən onu səndən alacağam. Al o maşını arxayın, mən alacağam səndən. Bey vermirsən. O da olar və alimlər buyururlar bəzilər, deyirlər ki, şəriət baxımdan, yəni ümumiyyətlə alqı-satqı baxımdan heç bir sənin ixtiyarı yoxdur onu məcbur etmək. Çünki bu sən o malı satmamısan ona. Və lakin Allahın yanında günah daşıyırsan. Əgər səbəbsiz onu almasan. Aydındır. Məsələn, deyirsən, qardaş, get, arxayın ol, mən söz verirəm sənə, get, al onu. Və sonra da deyirsən, qardaş, mən fikrimi dəyişdirdim. Yox, elə belə səbəbsiz onu edirsənsə, günah daşıyırsan. Çünki aldadırsan. Sözvə müxalif yəni, olursan. Və həmçinin məsələlərdən də biz dedik, bu məsələ belə alqı-satqı, belə eləmək, yəni bank eləyirsə və ya kimsə eləyirsə, heç bir problem yoxdur, halaldır. O ki, qaldı o hədisə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm iki alqı-satqıda, yəni iki dənə qiymət alqı-satqıda qadağan elədi. Bəziləri onu gətirirlər, deyirlər ona görə olmaz. Demək 40 nəqd, 60 nisiyə. Bu hədisə gətirir dəlil. Səhih odur ki, necə ki, cümhur, əksər alimlər buyurublar, söhbət gedir bey'ul eynədən. Biz bey'ul eynədə danışdıq. Yəni o aldadıcı riba əslində alqı-satqı yəni şəklində riba alqı-satqısıdır. O olmaz eləmək. Bu bir. Və həmçinin ikincisi cavab odur ki, burada iki dənə qiymət deyil, burada bir dənə qiymətdir. Sən iki dənə qiymət onu əvvəldə təklif edirsən. Və lakin alqı-satqı bir qiymətdə olur. Axırda o nəyə bənzərdir? Adi alver edirsən. Gəlirsən nəsə məsələn maşını alırsan, o məsələn 10 dənə qiymət olsun. O sənə 100 mindən başlayır, sonra yox 90 min, yox 80 min, o da 100 dənə qiymətdədir. Amma nəticə etibarilə qiymət bir dənə olur. Bir dənə olur. Ona görə də biz dedik, olmaz məsələn tez ödəyirsənsə, o biri qiymət olacaq. O bəli, həmin hədisə düşəcək. Ki bir alqı-satqıda bir neçə dənə qiymət oldu. Amma burada yox, burada qiymət bir dənədir. Sadəcə əvvəldən sənə ixtiyar verir. Sən belə götür, sən belə götür. Lakin razılaşanda alqı-satqı bir qiymətdə olur. İki qiymətdə olmur. Bu belə əsas məsələlərdir bu məsələdə. Yəni qardaşlar çox soruşurlar bu alqı-satqı necə eləmək və s. Elhamdülillah əslində yaxşı bir şeydir. Dediyimiz kimi həm o adamlar ki, müsəlmanlar ki, pulları var, pul qazanmaq istəyirlər və bu şərtlərlə alıb o birisi öz qardaşlarına kömək edə bilərlər. Kimin məsələn imkanı yoxdur nəqd ödəmək. Onlara işə sata bilərlər. Həm özləri də qazananlar, həm qardaşlarına da kömək eləyərlər. Lakin bu şərtlər olmalıdır ki, haram, riba olmasın. Allah daha yaxşı bilir. Allah subhanahu bizə işi faydalanır eləsin. Və sallallahu əleyhi və səlləm Muhammed və alə alihi və səhbihi və səlləm.